İkinci sesiyaya çıxış üçün dəvət edirik Azərbaycan Bəstəkarlar Fuarına mətbuat xidməti rəhbəri Aysel Kərimoğlu. O, müasir Azərbaycan bəstəkarlarının Üzeyir Hacıbəyli həbs olunmuş kamera üstündə əsərlərin mövzusu ilə çıxış edəcək. Hörmətli millət vəkilimiz Aydın Müəllim, hörmətli Firəngiz xanım, qonaqlarımız, üzvlərimiz, hər birinizi təkrarən salamlayıram. Üzeyir Hacıbəyli divası Azərbaycan mədəniyyətinin elə bir zirvəsidir ki, zaman keçdikcə bu zirvəyə baxış bucaqları dəyişsə də, onun fundamental əhəmiyyəti sarsılmaz qalır. Müasir bəstəkarlıq məktəbi üçün Üzeyir bəy irsi sadəcə stat gətirilən mənbə deyil, o mənəvi koordinat sistemidir. Müasir müəlliflərin kvartetlərində, trio və sanatalarında Üzeyir bəy ruhunun necə transformasiya olunduğunu görürük. Hətta bəzi bəstəkarlarımız onun mövzularını dekonstruksiya edərək avangard üslubda yenidən inşa edirlər. Kamera instrumental musiqinin həmin janrın təbiətindəki fərdiyyətçilik imkan verir ki, bəstəkar Üzeyir Hacıbəylinin təkcə monumental obrazını deyil, onun ən zərif, ən lirik və bəzən də ən kədərli notlarını ön plana çıxarsın. Biz bu əsərlərdə xalq musiqisi ilə akademik musiqinin o məşhur Hacıbəyli kəsişməsini 21-ci əsrin intellektual süzgəcindən keçmiş formada eşidirik. Bugün təqdim etdiyimiz bu əsərlər sadəcə not vərəqləri üzərindəki səslər deyil. O, zamanla süzülüb gələn ehtiramın musiqi dili ilə etirafıdır. Üzeyir Hacıbəyli Azərbaycanın hələ yazılmamış ən gözəl musiqisidir. O, zamanın körpündə dayanan elə bir ucalıqdır ki, biz hər dəfə ona qayıtdıqca əslində özümüzü kəşf edirik. Və nə qədər ki, bu torpaqda bəstəkar nəfəsi gələcək, həmçinin elə o vaxta qədər də Üzeyir bəyin o müqəddəs ruhu hər bir əsərdə yenidən doğulacaqdır. Diqqətinizə görə minnətdaram, sağ olun.